Və yamuddu yədeyhi iləs-səmə. Və əllərini səmaya doğru uzatmış. Deyir ki, ya Rabbi, ya Rabbi. Bu iki formada oxuna bilər. Dammə ilə oxunsa, ya Rabbu, ya Rabbu, mənası budur ki, ey Rəbb, ey Rəbb. Amma kəsrə ilə oxunsa, ya Rabbi, yəni ey mənim Rəbbim, ey mənim Rəbbim. Bu özü də duanın ədəblərindəndir. İki yöndən. Birinci o yöndən ki, burada israr var, təkid var. Fikir verin, o kişi dua edərkən necə edir? Peyğəmbər sallallahu aleyhi və səlləm necə təkrarladı? Ya Rabbi, ya Rabbi, ey Rəbbim, ey Rəbbim. Əllərini səmaya qaldırmış Allah. Yəni Allahdan istədiyini təkidlə istəyir. Bu da duanın ədəblərindəndir. Duanın qəbul olma səbəblərindəndir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm duada tələsməyi qadağan edib. O da nədir? Dua edir və bir müddətdən sonra deyir ki, dua elədim, qəbul olunmadı. Bu duasında tələsən kəsdir. Deyir ki, dua etdim, qəbul olunmadı. Amma Allah Azza və Cəllənin sevdiyi nədir? Qulu ondan təkidlə istəyəndə. Və bu xaliq ilə məxluq arasında olan fərqlərdəndir. İnsandan təkidlə istəyəndə o bezir. Allahdan təkidlə istəyəndə o sevir. Əksinə Allah Azza və Cəllə ondan istəməyənə qəzəb edir. Bu da arizə hədisdə varid olub. Və bu duanın qəbul olunma səbəblərindəndir. Və bəzən Allah Azza və Cəllə qulun duasında istədiyi şeyi ona həmən verməməklə, gecikdirməklə, qulun o duasını, o təkidini, o şövqünü ondan görmək istəyir. Və bu kişidə də var. Deyir ki, ya Rabbi, ya Rabbi. Həm bu yöndən, həm də ikinci yön hansıdır? Allaha Rəbb ismi ilə dua etməsi. Bu da duanın qəbul olunma səbəblərindəndir. Ona görə baxın Quranda möminlərin, peyğəmbərlərin duaları, demək olar hamısı Rəbb ismi ilə başlayır. Rabbena atina fid dünya hasenə və fil axirəti hasenə. Rabbena xfirli və li valideyyə və lil müminin. Rabbena la tuzigh qulubana. Rabbena asrif anna azab cehennəm. Rabbena hab lana min azvacina və zurriyyatina. Hunalika da'a Zekeriya Rabbə. Qalə Rabbi həbli min ledunka zurriyyatan tayyibə. Və sair dualar. Baxın Quranda Allah Azza və Cəllənin zikirlədiyi dualara, həm möminlərin dilindən, həm peyğəmbərlərin dilindən, hamısı demək olar Rəbb ismi ilə başlayır. Və bunun mənası nədir? Çünki Rəbb ismi ilə Allaha dua edəndə burada rububiyyətin əsəri var. Rububiyyət nədir? Yəni Allah yaradandır, ruzu verəndir, idarə edəndir, hər şeyi, mülkü, hökmü onun əlindədir. Aydındır. Çünki sən və bu məsələdə möminlərlə kafirlər müştərəkdir. Möminlərlə kafirlər. Nə mənada? Mömin deyə bilər, ey ilahım. Yəni, ey məbudum. Çünki o Allaha ibadət edir. Amma kafir deyə bilmir, ya ilahi, ey mənim ilahım. Çünki ona ibadət eləmir. Amma ya Rabbi deyib dua edə bilər, dua edə bilir. Çünki onun yaradanıdır. Onu ruzulandırandır. Göylərin, yerin, mülkü, hökmü onun əlindədir. Ona görə müşriklər, hətta müşrik olsalar belə və bir kafir, normal halda dindirsən deyir ki, kafirəm. İbadətini inkar edir, hər şeyi. Amma sıxıntıya düşəndə Allaha yalvarır. Yalvaranda demir ki, ey ilahım, ey mənim ilahım, məbudum. Çünki ona ibadət eləmir. Amma deyə bilir ki, ey Rəbbim. Aydındır. Çünki burada rububiyyətin əsəri olduğuna görə adətən dualar bu cür başlayır və bu duaların qəbul olma səbəblərindəndir. Ona görə bir gün biri Həsən Əl-Basri rahiməhullah'a belə bir sual verir ki, bu doğrudurmu ki, bir qul Allaha ya Rabbi deyərək, ey Rəbbim deyərək, təkid edərək dua eləsə, mütləq Allah qəbul edəcək. Həsən rahimehullah da deyir ki, məgər sən Quran oxumursan və sonra Əli İmran surəsi axırıncı, o son 2 səhifədə olan ayələri zikr edir. Həmin ayələrdə Allah Azza və Cəllə möminlərin dualarını zikr edir. Rabbənə, fikir verin, Rabbənə, mə xaləqtə həzə batilə. Ey Rəbbimiz, sən bunları boş-boşuna yaratmamısan. Sonra növbəti ayədə Rabbənə, innəkə mən tudxilin nərə fəqəd əxseytə. Ey Rəbbimiz, sən kimi oda salsan, deməli onu zəlli etmisən.
Rabbənə innənə səmi'nə munadiyyən yunadi lil-iman. İmana çağıran kəsin çağırışına cavab verib biz də iman etdik. Rabbənə fəğfir lənə zunubənə. Günahlarımızı bağışla. Rabbənə və atinə mə vəadtənə. Rəsulların vasitəsilə bizə vəd etdiklərini bizə ver və qiyamət günü bizi zəll etmə. Fikir ver, bu duaların hamısı nəyinə başladı? Rabbənə, 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 Rabbənə. Axırda Allah Azze və Cəllə buyurur ki, fəstəcəbə ləhum Rabbuhum. Və Rəbləri onların duasını qəbul elədi. Həsən rahiməhullaha verilən suala Əl-Basri bu ayə ilə cavab verir.